Salam dəyərli izləyicilər, belə bir suala izahına baxaq. Cisim maye səthində üzür, bu cismin sıxlığı 2 dəfə çox olan digər maye səthində üzərsə, onun təsirində Arximed qüvvəsi və cismin maye batan hissəsinin həcmi necə dəyişir? İlk öncə cisim hər iki halda maye səthində üzürsə, cismə təsir edən Arximed qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir, yəni F bərabərdir mg-yə. mg də həm bir, həm ikinci halda dəyişmədiyindən ona görə də Arximed qüvvəsi də dəyişmir. Yəni, hər iki halda Arximed qüvvəsinin qiyməti sabit qalır. Daha sonra cismin mayedə batan hissəsinin həcminə. Cismin mayedə batan hissəsinin həcmini müəyyən etmək üçün FA-nın Arximed qüvvəsinin bu iki hal üçün sabit olması məntiqindən istifadə edib tapırıq. Yəni, FA bərabərdir sabit. Bu iki hal üçün yalnız. Sonra buradan da alırıq. Alıram ki, rho V, J, yəni rho maye vurulsun V batan, bu J bərabərdir sabit. Daha sonra bu sabitdir. Onda J sabit olduğundan heç rho V bərabərdir sabit. Yəni bu hər iki hal üçün eynidir. Hər iki hal üçün rho V hasili sabit cəmiyyətdir. Ona görə də sıxlığı 2 dəfə çox olan digər mayenin səthində üzərsə. Yəni sıxlığı mən 2 dəfə artırdıqda, yəni rho-nu 2 dəfə artırsam, rho-nu mən 2 dəfə artırsam, batan hissənin həcmi 2 dəfə necə azalacaq. Onda batan hissənin həcmi 2 dəfə azalar, Arximed qüvvəsi isə dəyişməz. Dəyişməz, azalar, cavab olacaq A variantı. Bəyənib abunə olmağı unutmayın. Hələlik.